Mövzunu davam etdiririk. Səhiyyə Nazirliyinin demək İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Fərid İsrafilzadə ilə. Xoş gəlmisiniz Fərid bəy. Ümumiyyətlə İctimai Səhiyyə nədir? Bax, bu günlərdə siz hansı işlərlə məşğul olursunuz? Çıxsa mən özüm məlumatsızam. İctimai Səhiyyə deyəndə əvvəl ağlıma sığorta gəldi, amma sığorta deyilmiş. Nədir İctimai Səhiyyə və nə işlə siz məşğul olursunuz? Deyəsən, mən Həmidin verdiyi ipucudan anladım müəyyən qədər, yəni təbliğat, maarifləndirmə, amma siz daha ətraflı məlumat verə bilərsiniz. Əvvəla siz Ursula von der Leyen o çarxını gördünüz? Xeyr, o barədə məlumatım yox idi. Sadəcə siz dediniz, mən də agah oldum o məsələdən. Əllərini yoruldu sadəcə. Bəli, bununla bağlı biz görürük mediada bir xeyli təbliğat, təşviqat kampaniyaları var. Həmçinin Azərbaycanda da bu artıq başlayıb, bu tendensiya. Yaxşı əlamətdir ki, insanlar arasında bu əl yuma vərdişləri yaransın və bu bilirik ki, insanlar arasında bəzi virusdan əvvəl də əslində istifadə olunmalı vərdişlər idi bunlar. Şərq mədəniyyəti hər halda deyir ki, biz həmişə eləmişik. Biz az şərqlilər bunu eləmişik. Avropalılara ehtiyac var ki, eləsinlər. Bəli. Və müasir dövrdə də görürük ki, müxtəlif viruslar var. Hələ yeni çıxan viruslardan da biz xəbərdarıq hal-hazırda bu cəhətdən əziyyət çəkirik, belə deyək, bütün dünya olaraq pandemiya vəziyyətindəyik hal-hazırda və buna görə də əlimizdən gələni eləməliyik ki, müxtəlif şəxsi gigiyena qaydalarına riayət eləyək. Və sizin İctimai Səhiyyə ilə bağlı sualınıza istəyərdim cavab verim. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi olaraq onu demək istəyərdim ki, İctimai Səhiyyə əhali arasında, kütləvi əhali arasında, Azərbaycan cəmiyyəti arasında maarifləndirmə, müxtəlif xəstəliklər barədə, həmçinin ümumi epidemioloji vəziyyət, səhiyyə sisteminin quruluşu və s. kimi mövzularda əhali arasında maarifləndirmə, təbliğat, təşviqat işləri ilə məşğuldur. İndiki situasiyada, yəni tutaq ki, bax, bu xüsusi rejimdə sizin işinizdə nə dərəcədə ehtiyac var, işiniz artıbmı və ümumiyyətlə nə ilə, konkret nə ilə məşğulsunuz? İctimai Səhiyyə və İslahatlar Mərkəzi bu virusdan, pandemiyadan əvvəlki dövrdə də müxtəlif xəstəliklər, məsələn, qeyri-infeksion xəstəliklər olsun, ürək-damar xəstəlikləri və qadınlarda uşaqlıq boynu xərçəngi, ana uşaq sağlamlığı ilə bağlı müxtəlif... Ən yaygın xəstəliklərlə bağlıdır. Bəli, əsasən əhali arasında geniş yayılmış, məsələn, şəkərli diabet olsun, yəni geniş yayılmış xəstəliklərlə bağlı maarifləndirmə tədbirləri, təbliğat, təşviqat, həmçinin müxtəlif sorğular həyata keçirilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə də bu yaxınlarda olacağı nəzərdə tutulmuşdur. Məsələn, məktəb yaşlı uşaqlarda sağlam qidalanma ilə bağlı sorğu nəzərdə tutulmuşdur. Hal-hazırdakı dövrə görə bu bir qədər təxirə salınıb. Lakin indiki dövrdə, hal-hazırda pandemiya şəraitində olduğumuz dövrdə, belə deyək, əhalinin bu yeni virusla bağlı maarifləndirilməsi, hansı tədbirlər görməsi bizi daha çox məşğul oluruq bu sahədə. Bu yaxınlarda yeni posterlər, məlumat, belə deyək, reklam banerləri, məlumat banerləri, onlar yerləşdirildi müxtəlif supermarketlərə, əhalinin çox istifadə elədiyi yerlərə. Yəni, bizim evin girişində də bir alaqapıda belə bir poster var idi ki, hansı gigiyenik qaydalara əməl etmək lazımdır. Bəli, müxtəlif, həm virus barəsində, bu COVID-19 xəstəliyi barəsində, onların simptomları barəsində məlumat xarakterli banerlər, həmçinin... Bizə gətirmişsiniz banerlərdən? Hal-hazırda yoxdur, amma sizə çatdıra bilərik. Mən düşünürəm ki, bizim işlərimizin də maariflənməyə ehtiyacı var, hər birimizin var. Çünki bilmədiyimiz şeylər ola bilər. Onu əldə eləmək olar, biz gətirə bilərik. Biz bir məmnuniyyətlə onu tutaq ki, binamızın girişində hardasa yerləşdirə bilərik ki, hər gəlib gedən onu oxusun, maariflənsin. Mümkündür.
və əsasən insanların daha çox istifadə elədiyi yerlər ki var ki, məsələn, deməli supermarketlərdir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Müdafiəsi Sosial Fonduna bu, çünki bilirik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq 65 yaşından yuxarı şəxslərə xüsusi, tənha şəxslərə xüsusi xidmət göstərirlər və onların məlumatlandırılması üçün də o, belə deyək, məlumat banerlərinin payına alınması vacib əhəmiyyət kəsb edir. Bilirsiniz, indi çatdırma xidmətindən məşğul olur da bəzi ictimai yaşayış obyektləri ilə supermarketlərdə. Bax, onlar hansı qaydaları bilməlidirlər? Bax, bunun da üzərində fikirləşir məncə. Çünki onlar da, məsəl üçün, qapını döyəndə məsafə saxlamalıdırlar, tutaq gələcəklərdən daha nələrsə var, mən bilmirəm, indi məsəl üçün dedim. Bax, məncə onlar üçün də nəsə bir onlar da, bəli, müvafiq qaydalar var ki, bütün əhali buna riayət eləməlidir. Həmçinin çatdırılma xidməti ilə məşğul olan insanlar və şəxslər, həmin işçilər və onlar, belə deyək, xüsusi tibbi spirtlə, tibbi spirt vasitəli məhlullarla öz əllərini və geyimlərini təmizləməlidirlər və həmçinin əlcəklərdən istifadə eləmələri tövsiyə olunur. Yeri gəlmişkən, Fərid bəy, tamaşaçılarımız çox vaxt elə əlcək və spirt, tutaq ki, maska deyən kimi başlayırlar gileylənməyə ki, kifayət eləmir. Bu barədə dövlət də çox işlər görür. Artıq başlanılıb prosesə. Bildiyimiz kimi 10 gün, hardasa 10 gün əvvəl artıq Qubada spirt zavodu, bəli, biz bu barədə məlumat vermişdik. Zavodu öz istehsalına başladı. Artıq mənə elə gəlir ki, apteklərdə spirt problemi o dərəcədə də qalmayıb. Çünki artıq tibbi spirtlər litrlik və digər ölçülərdə istehsal olunur və apteklərə paylanılır. Həmçinin tibbi maskaların əlavə dəyər vergisi götürülür bu yaxınlarda və Azərbaycanda tibbi maska istehsalı olan fabriklər işə başladı və yaxın günlərdə çox güman ki, artıq ölkədə bu problemlər aradan qalxacaq. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycana külli miqdarda, belə deyək, tibbi ləvazimat, o cümlədən tibbi maska və spirtlər gətirilmişdir. Həmçinin bura tənəffüs aparatları da daxildir. Bura müxtəlif daxildir. Həm tibb müəssisələri üçün, həm də əhaliyə, apteklərə çatdırılması üçün tibbi ləvazimatlar. Üçün spesifik qoruyucu vasitələr lazımdır da məncə. Onlarda bir qədər müxtəlif, sırf palatalarda həmin COVID-19 xəstəliyinə yoluxmuş xəstələrlə birbaşa ünsiyyətdə olan şəxslərlə bir qədər daha önləmli ləvazimatlar lazım olur, avadanlıqlar lazım olur. Lakin apteklərdə kütləvi insanların, cəmiyyətin, şəxslərin, vətəndaşların istifadə eləməsi üçün isə sadə, gigiyenik, profilaktik, belə deyək, tibbi ləvazimatlar, yəni tibbi maskalar, tibbi spirtlər, əlcəklər və s. artıq. Bəs bu dünya mətbuatı son zamanlar BSC-dən çox danışırlar. O, siz bilirsiniz də, o Sovet insanının çoxsunun qolunda bir damğa var, elə bir sanki belə çapıq kimi bir belə. Və deyilənə görə bəs bunu keçirmiş, bəli, insanlarda güya yüngül şəkildə gedir. Çoxları postsovet məkanında bax, çox rəqəmli qurbanların çox sıfırlı olmamasını bununla izah edirlər. Sizcə bax, bu peyvəndin nə qədər əhəmiyyəti var və siz bu peyvənddən nə qədər belə ilgilənirsiniz? Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, uşaqların müəyyən yaş qruplarında müəyyən peyvəndlər vurulmalıdır. BSC də həmin peyvəndlərdən biridir və tövsiyə olunur ki, hətta bu şəraitdə də, virus olduğu müddətdə də uşaqların peyvəndə vurulması, peyvənd vaksinasiyalardan keçməsi zəruri sayılır. Yəni, bu mərhələyə ara vermək olmaz. Bu səbəbdən də peyvəndlərin əlbəttə insan immunitetini gücləndirdiyini bilirik. Düzdür, COVID-19 xəstəliyinin xüsusi bir spesifik peyvəndi hələ ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş bir peyvəndi olmasa da, uşaqlıq yaşlarında insanlara vurulmuş
peyvəndlər, uşaqlara vurulmuş peyvəndlər insan immunitetini digər xəstəliklərə qarşı müqavimət sistemi yaradır və bilirik ki, əsasən COVID-19 xəstəliyindən yoluxan xəstələr və vəfat edən xəstələr və yaxud vəziyyəti ağırlaşmış olan xəstələr daha çox yanaşı xəstəlikləri olan, məsələn, xroniki böyrək çatışmazlığı, diabet, qaraciyər çatışmazlığı və s. kimi xəstəlikləri olan xəstələr daha çox ağır vəziyyətə düşür. Sağlam insanlarda, tam sağlam insanlarda bu virus immunitetdən asılı olaraq bir qədər yüngül keçir. Bu səbəbdən də siz qeyd etdiyiniz kimi peyvəndlərin vurulması çox vacibdir və onları hal-hazırda... Siz ümumiyyətlə, bax, bu tövsiyələr, mən başa düşdüm ki, siz ictimai səhiyyə mütəxəssissiniz, amma həkim deyilsiniz. Təbii ki, bunu həkimlərin bax, bu məsləhətini, bilirsiniz, indi sosial şəbəkəyə yəqin diqqət etmişsiniz də, müxtəlif insanların müxtəlif tövsiyələri olur. Hətta həkimlərin belə, mütəxəssislərin belə tövsiyələri üst-üstə düşməyə bilir. Məsələn, BSJ ilə bağlı bir mənalı fikir yoxdur, hərə bir söz deyir. Halbuki Donald Trump inanır və Donald Trump Vladimir Putin'dən dünən zəng eləyib, xahiş eləyib bir təyyarə bizə BSJ göndəriblər. Bəli, bax, belə maraqlı faktlar var. Yəni, bəzən həkimlərin də tövsiyələri üst-üstə düşmür. Siz əsas nəyə əsaslanırsınız? Sizin üçün əsas nədir? Hardan götürürsünüz bu tövsiyələri? Ən düzgün tövsiyələr? Niçin biz bunu ən düzgün tövsiyə hesab etməliyik? Nə dərəcədə güvənlidir mənbəyiniz? Bildiyimiz kimi bütün dünya üzərində rəsmi səhiyyə qurumu Ümumdünya Səhiyyə Təşkilatı hesab olunur və onun müxtəlif regionları, region şöbələri, Avropa şöbəsi və s. Bizim üçün, ümumiyyətlə Azərbaycan üçün, Azərbaycanda yerləşən tibb müəssisələri və səhiyyə müəssisələri olaraq əsas mənbə Ümumdünya Səhiyyə Təşkilatının klinik protokolları, klinik təlimatları və həmçinin tövsiyələri, müxtəlif məlumat, belə deyək, posterləri və s. Yəni, əhali üçün nəzərdə tutulan tövsiyələr, eləmi? Bu, Ümumdünya Təşkilatının verdiyi tövsiyələr. Həkimlərə də tövsiyələr verirsiniz amma. Bəli, Ümumdünya Səhiyyə Təşkilatı həmçinin həm həkimlərə ayrıca olaraq həkimlərə, tibb mütəxəssislərinə, tibb işçilərinə ayrı və ümumiyyətlə cəmiyyət üçün istifadə olunan müxtəlif ayrı tövsiyələr hazırlayır və onu hər ölkə üçün göndərir və hər bir ölkədə bu məlumatlar sırf ölkənin insanları üçün adaptə olunur. Yaxşı, spesifik onda, belə deyək, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üçün spesifik tövsiyələri nədən ibarətdir? Varmı ümumiyyətlə spesifik? Yoxsa elə ümumi tövsiyələrdir, biz də məlumat etmirik? Əsasən ümumi tövsiyələrdir. Dünya Səhiyyə Təşkilatı, çünki bildiyimiz kimi bu koronavirus əlamətləri bütün ölkələrdə eyni simptomlar, hardasa eyni statistika ilə müşahidə olunur, yəni artım statistikası ilə, dinamikası ilə müşahidə olunur və əsasən Azərbaycan üçün xüsusi və yaxud digər ölkələr üçün xüsusi bir, spesifik bir təlimatlar yox. Ümumi bu xəstəliyin profilaktikası üçün, şəxsi gigiyena üçün və s. müəyyən tövsiyələr hazırlayır. Bizdə spesifik heç nə yoxdur da, belə çıxırsa, sırf Azərbaycana uyğun. Sırf Azərbaycana uyğun Ümumdünya Səhiyyə Təşkilatının spesifik... Çox nahaq. Mən düşünürəm ki, onlar belə bir tövsiyə verə bilərdilər ki, çox qonaq getməyin. Bizdə qonaq getmək bizdə milli xüsusiyyətimizdir. Bu cəhətdən Ümumdünya Səhiyyə Təşkilatı və digər ölkələrdə də siz müşahidə elədiyiniz kimi mütləq evdə qalmaq və evi müəyyən qədər sosial izolizasiyaya riayət eləmək, evləri tərk eləməmək, küçələrə çıxmamaq məsləhət olunur, tövsiyə olunur və sizə deyim ki, digər ölkədə də, İspaniyada, İtaliyada, Böyük Britaniyada və s. bu xəstəliklər yayılma səbəbləri də məhz bu səbəbdən. Ən çətini bilirsiniz nədir? Qonaq getməmək deyil, qonağı qəbul etməməkdir. Çünki oturduğun yerdə bir də görürsən zəng gəlir ki, axşam sizə gəlirik, nə deyəsən gəlmə. Dəhşət, yəni Azərbaycanda olasan və deyəsən gəlmə. Amma biz bunu etməli oluruq. Əgər bir insan başa düşmürsə, o gəlmə sözünü eşitmək istəmirsinizsə, getməyin. Heç yerə qonaq getməyin. Bizim üçün bəli, qapı həmişə açıq olmalıdır. Döydülər açmalısındır. Yəni Azərbaycanlı qapını açmağa öyrənib, ancaq bugün görürsünüz təhlükəlidir. Bir də bizim vaxtımız çox azdır, Fərid bəy. Bir sonuncu sualım var, çox qısa cavab istəyirəm sizdən. Simptomlar haqqında siz maarifləndirirsiniz. Belə bir fikir də var ki, bu simptomlar hamıya bəlli olan simptomlardan başqa bir simptom da var. Bilmirəm nə dərəcədə doğrudur yoxsa yox. Deyilənə görə COVID-19-a tutulan şəxslərin
iyi bilmə və dad bilmə hissi ölür, yəni olmur. Yox, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının konkret bir tövsiyəsi və yaxud klinik təlimatlarında qeyd olunan bir məlumat yoxdur və təsdiqlənmiş yoxdur. Simptomlar barəsində onu demək olar ki, öskürək, yüksək hərarət və tənəffüs çətinliyi olan əsas 3 simptom nəzərdə tutulur. Bu üçü olarsa artıq COVID-19 xəstəliyinə yoluxmaqdan şübhələnmək olar və bununla da bağlı müəyyən 1542 çağrı mərkəzi, həmçinin 103 və 113 təcili tibbi yardım nömrələri ilə əlaqə saxlamaq mütləqdir, əgər bu simptomlar müşahidə olunursa. Yəni biz tələb edə bilərik ki, bizi test eləsinlər, bu simptomlar varsa. Bəli, əgər bu simptomlar varsa, yoxdursa, Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə etmir yoxlanmağı, həmçinin bilirsiniz, bunlar indi ölkənin olduğu durumda hamısı vaxt amilidir, maddiyyat amili var burada. Testlərimiz kifayət qədər var. Testlər kifayət qədər var və onu qeyd edim ki, 35 mindən yaxın artıq, 35 mindən çox artıq test keçirilib Azərbaycanda və ehtiyac olduğu təqdirdə, yəni simptomlar olduğu təqdirdə bu testlərin keçirilməsi, yoxlanma keçirilməsi. Hərarətin həddi nə qədər? Hərarət götürülür 38 dərəcə Selsi və daha yüksək olan hərarətdə. Yəni 38-ə kimi narahat olmağa dəyməz. Çində mən deyirəm ki, 37,4 idi. 3 idisə narahat eləmirlər. 37,4 olanda amma... Bizdə 38 dərəcə və daha yüksək, amma 37,4, 37,5 və yaxud 38-ə yaxın bir rəqəmdirsə, artıq müəyyən bir nəzarətdə saxlamaq lazımdır temperatur. Təşəkkür edirəm. Çox faydalı bir işlə məşğulsuz. Söhbətimizin əvvəldə mən ümumiyyətlə təsəvvür eləmirdim ki, ictimai səhiyyə nə işlə məşğul olur, amma gerçəkdən də çox, özdə bu dövrdə, xüsusilə bu dövrdə çox faydalı bir işlə məşğul olursunuz. Təşəkkür edirəm. İşinizdə uğurlar arzulayıram və studiyamızın qonağını bir daha tamaşaçılarımıza təqdim etmək istəyirəm. Xatırladıram ki, qonağımız Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Fərid İsrafilzadə idi. Biz isə